Salam. 20 sınav imtahanının 9-cu sinifini 20-ci sınav imtahanına baxırıq. Sonuncu sınav imtahanıdır. Kanalımda 20-yə kimi olan bütün sınavların izahı da var, listening də var, cavablar da var. İstəsəz baxa bilərsiniz. Vaxt itirmədən listeningə keçək. Unit 20. Listen to the passage and answer the questions from 1 to 4. Mochi, one of the most authentic versions of the rice cakes, is made in the city of Nara in Tokyo. This round-shaped, soft but very elastic kind of sweet is made from rice grain flour mixed with water, sugar and cornstarch. It is beaten with a huge beater, just as it was done 200 years ago. According to Japanese religion and mythology, the first mochi ceremony took place when the gods descended to the earth to teach humans how to grow rice. Now hundreds of tourists visit the workshop daily to see how it is made with the ancient, old-fashioned techniques. Today, you can try mochi anywhere in the world. There are different types of mochi, various fillings such as sweet red bean paste, strawberry, etc. The smooth consistency of this ancestral sweet has become essential in many diets. Baxırıq suallara. İhtiyac olarsa siz dayandırıb bir də baxa bilərsiniz. Choose the correct answer to the question according to the passage. Why are many visitors eager to the workshop of mochi? Niyə insanlar mokinin daha çox can atırlar ki, səyahətçilər onun workshopunda olsunlar? They want to witness the preparation of mochi. Bəli, onlar onun hazırlanmasını görmək istəyirdilər. Witness, şahidi olmaq istəyirdilər. Witness sözünə diqqətli olun. People wish to taste these rice cakes. İnsanlar bu tortunu dadına baxmaq istəyirdilər. People want to know how rice grows. Düyünün necə böyüdüyünü bilmək istəyirdilər. They want to try mochi. Onlar mochini yoxlamaq istəyirdilər, ancaq hazırlanmasına şahid olmaq istəyirdilər. They visit Tokyo to be aware of the history of this country. Bu ölkənin tarixini bilmək üçün bura səyahət etmək istəyirdilər. Yox. İkinci suala baxaq. Mochi cakes are not tough. Bəli, onlar bərk deyildir. Sweet, şirin, sugary, şirin, şəkərli, soft, yumuşaq, round, dairəvi. What's the passage mainly about? Mətn nə haqqında idi? Cuisines from rice, düyüdən olan mətbəxlər, kulinariya, ancient recipes, qədim reseptlər, the history of Japan, Yaponiyanın tarixi, the diet of the Japanese, Yaponların diyetası, yox, Japanese bowl-shaped sweet. Yaponların top formasında olan şirniyyatı. Decide whether the statements are true or false. Düz və yaxud da səhv olduğunu qərar verməliyik. Tokyo is very famous for its sweets. Bəli, Tokyo öz şirinləri ilə məşhurdur. Mochi is made of not only rice. Mochi yalnız düyüdən hazırlanmayıb. Bəli, düzgündür. Mochi has its ancient history. Bəli, onun qədim tarixi var. Tourists can taste mochi only in Tokyo. Xeyr, səhvdir. Dünyanın hər bir yerində onun dadına baxa bilər turistlər. Bu nə idi? 5-ci suala baxaq. Hello Apple. Our new store is here. Bizim yeni dükkanımız buradadır. Come and say hello at the Orleans Outlet Mall. We'd love to see you. Gəlin və Orleanda Outlet dükkanına salam deyin. Biz sizi görməkdən şad olarıq. 10 a.m. 9 p.m. Saturday 19 arası şənbə günləri, 11 a.m. 6 p.m. Sunday 11-6 arası isə bazar günləri. Choose a correct variant, düzgün variant axtarırıq. The shop offers good for sales. Dükkanlar
satış üçün nə təqdim edirdi? Harda qaldıq? Məhsullarını təqdim edirdi. Xeyr. The Apple Store changed its address. Apple Store adresini dəyişib. The new outlet mall is closed. Yeni outlet mall bağlanıb. The new shop announce is opening. Bəli, it's opening. Yeni dükkanın elanı onun açılışı ilə bağlı idi. The Orleans outlet mall invites customers on Sunday. Xeyr, təkcə bazar günləri etmir axı, Saturday də var, baxın burada. Hey, your logo special menu. Sizin logolu xüsusi menünüz. 20% discount. Baxın, discount sizinlə diqqətli olun, endirimli. On the second glass slate. İkinci glass slate'də 20% indirim var. Enjoy special vanilla flavored coffee. Vanilla ətirli kofedən zövq alın. Choose a correct answer. Düzgün cavab axtarın. It is suggested a deal for the discounted menu. Bəli, endirimli olan menüyə təklif var. Vanilla tasted latte is just for free. Latte yox, kofedir. Pulsuz deyil axı, o deyir ki, sadəcə olaraq gəlin dadına baxın. The second latte is offered for free. İkincisi pulsuz idi, yox. The coffee shop sells vanilla flavored candy, not candy coffee. It is the first opening day of a coffee shop. Yox, ilk günü deyildi. 7-ci sual baxaq. Lost dog, itirilmiş it. He's a 3-year-old yellow lab named Tubik. 3 yaşlı sarı ləbdir. Adı Tubikdir. Baxın, 3-year-old defis işarəsi olanda cəmlənməyə ehtiyac olunduğuna diqqətli olun, imtahana düşə bilər. He's very sweet and clever. O çox şirin və ağıllıdır. Missing since 6 May. 6 maydan itib. Call 8855. Və yaxud da bunu belə deyirlər. 8855-3-222. 2-dən 8 dabadal gələndə double 8 deyə verə bilərlər. Choose a correct variant, yəni cüt 8. Düzgün variantı axtarırıq. Tubik wants to find his yellow sweet lab. Tubik sarı şirin ləbini axtarırdı. Yox, Tubik elə itin adı idi. A 3-year-old Tubik looks for the lost dog. 3 yaşlı Tubik itirilmiş it axtarırdı. Yox, elə özü itirilmiş it idi. The lost dogs are found everywhere. İtirilmiş it hər yerdə tapılır. Yox, Tubik was lost before 8 May. Not 6 May. 6 maydan əvvəl itib. Yox. Axı yazıb ki, 6 maydan bəri yoxdur. Hə də, elə oldu da cavabımız. Yo, 6 maydan. The missing dog is looked for. The missing dog is looked for. Bəli, bəndə. İçilmiş it axtarılır. Mətnə baxalım. The ox-eye daisy is a complex flower. Öküz gözlü daisy, qız çiçəyi, mürəkkəb bir güldür. It is named daisy means day's eye that closes at night and opens in the sunlight. O, günəşin gözü tərcümə olunur, daisy sözü və gecələr bağlanır, səhərlər günün işığını açır. Ox eye daisy remains open around the clock. Saat ətrafında o açıq qalır. The attractive compound flower have 15-30 white flowers surrounding numerous yellow disc flowers. Deməli, cəlb edici, mürəkkəb gül 15-30 dəfə, sarı disc flowers isə ətrafında açılır. Daisies represent purity and innocence. According to an ancient Celtic legend, daisies came from the spirits of children who died at birth. Deməli, qız çiçəyi öz purity, saflığı, günahsızlığı ilə tanınır Celtic əfsanəsinə, qədim Celtic əfsanəsinə görə isə doğuş zamanı ölən uşaqların ruhunu əks etdirir. To cheer up their parents, God spread the flowers all over the earth. Valideynləri ruhlandırmaq üçün Allah bütün yer kürəsinə bu gülü göndərir. Daisies are found everywhere on earth except Antarctica. Qız çiçəyi dünyanın hər yerində var, Antarktikadan başqa. Asians knew that daisies could cure eye troubles, madness, skin disease. Asiyalılar isə, Asiya deyil də, Asian bu qəbilənin adıdır.
qız çiçəyini gözlərin müalicəsində, dəri xəstəliklərində istifadəsini bilirdilər, onu sağaltdığını. They also cut and mix them with oil to turn their grey hair into dark. Onlar kəsilir və qaranlıqda also cut and mix them with oil. Onu kəsib və yağ ilə qarışdırmaq olar və saçın bu ağaran saçların qaralmasına kömək edir. Even King Henry ate daisies to relieve his stomach pain. 8-ci Kral Henry isə onu mədə ağrılarını yüngülləşdirmək üçün yeyirdi. Relieve yüngülləşdirməkdir, diqqətli olun. But animals avoided it because of the bad taste of the planet. Heyvanlar isə onu bitkinin pis dadına görə ondan imtina edirdi. In Italy, the young, small leaves were eaten in salads. İtaliyada isə kiçik yarpaqları salatlarda istifadə olunurdu. What's the passage mainly about? Mətn haqqındadır. The magic and creative plant. Bəli, sehirli və sağaldan bitki. Celtic history of legends, history and legends of King Henry VII's life. King Henry'nin həyatından danışmırdı. The illness in the Middle Ages, orta əsrlərdəki xəstəliklər yox. Ancient clocks, qədim saat yox. Which statement is true according to the passage? Mətnə uyğun olaraq hansı düzgündür? Daisies were and are used for various treatments. Qız çiçəyi müxtəlif müalicələrdə istifadə olunur. Bəli, düzgündür. The taste of the daisies was very pleasant. Çox xoşa gəldi. Yox. Few facts are known about the incredible herb. Çox az məlumat var bu ağlasığmaz ot haqqında. Yox, çoxdur məlumat. Daisies are the plants commonly eaten by animals. Qız çiçəyi daha çox heyvanlar tərəfindən yeyilən bir bitkidir. Yox, insanlar da yeyirdi. Asians made salad from leaves of daisies. Yarpağından salat hazırlanmır. Bunu İtalyanlar hazırlayırdı. Which statement is false according to the passage? Mətnə əsasən səhv axtarırıq. Daisies were made everywhere including Antarctica. Yox, Antarktikadan başqa deyil, hər yerdə var. Cavab idi. Asians were the first who found positive sides of the herb. Xeyr, onlar ilk değildi. People learn to see the plant daisy in medicine. Bitki qız çiçəyini tibbdə istifadəni öyrənmişdilər. Daisies were also used as a dyeing color in the ancient times. Qədim vaxtlarda rəngləmə kimi də istifadə olunurdu. Bunların hamısı düzdür, biz səhv axtarırıq. Due to the Celtic legend, God sent daisies to heal parents' sorrow. Celtic əfsanəsinə görə Allah onu valideynlərin qəmini azaltmaq üçün, sağaltmaq üçün göndərmişdir. 11-ci suala baxırıq. Choose a correct answer to the question according to the passage. Mətnə uyğun olaraq düzgün cavabı seçirik. It is believed that, inanılırdı ki, God supported the parents because of their children's death. Bəli, Allah uşaqların ölümünə görə valideynlərinə dəstək olub. Daisies treated some children's illnesses. Bəli, uşaqların xəstəliklərini müalicə edib. Xeyr, daisies were very useful. Daisies were very useful as herb plants for treatment. Bəli, 1-3. Royal people avoided eating daisies because of their smell. Yox, belə bir məlumat yox idi. Baxaq 12-ci sualımıza. Which statements are true according to the passage? Mətnə uyğun olan düzgün cümləni seçirik. According to the legend, daisies symbolize spirits of children who died. Bəli. Because of the pleasant taste of daisies, animals ate the plant. Bitkilər yeyirdilər. Yox. Heyvanlar bu bitkini yeyirdi. Yox. Daisies could be helpful for various diseases. Qız çiçəyi müxtəlif xəstəliklər üçün kömək edir. Daisies are widespread. They can be found everywhere. Geniş yayılıb və hər yerdə tapılır. Yox. Cavabımız 1 və 3. 13-cü suala baxırıq. Kitty prepared pastry sözü sayılmayan isimdir. Ona görə many, a few getdi. Cavabımız a lot of və a little for donuts. Kitty donuts üçün çoxlu xəmir hazırladı. 3-4 və yaxud da az hazırladı. Passive voice, the travel agency cancelled the trip. Yəni də deyirəm, xəbərdən sonraki
tamamlıqla götürürük. The trip cümləmizin zamanına baxırıq. Cancelled keçmiş zamandadır. Ona görə də was cancelled olacaq. Variantlara baxaq. The trip was cancelled. Bəli. A bəndi niyə olmur? Çünki isdir. C niyə olmur? Travel trip was wasla been birlikdə işlənməz. The travel agency bizim tamamlığımız deyil. Trip tamamlığımızdır. Burada isə has been cümləni pozuracağımız bir bənd. 15'e baxırıq. The attendance in the seminar isn't necessary. So you can go or not. Deyir, seminarda iştirak vacib deyil. Ona görə siz gedə bilərsiniz, qala da bilərsiniz. Can, can't olur. Tərcümə lazımdır. Bircə burada o tuzsuz işlənib deyə çıxa bilərsiniz. Ancaq qalan hallarda tərcümə etməlisiniz. 16'ya baxırıq. The verifying of the card details. Baxın, of var. Ofdan əvvəlki sizə baxaq. Verifying of the card details. Verifying tekdə olduğu üçün cavabımız tek olacaq. Lap heç bilməsəz də ki, orada nə işlənir var. Digər variantlara baxıb hamısının cəm olduğunu görüb bircə nə təkin tapıb cavabı tapa bilərsiniz. I hope the Potter an effort to restore the ways again will make. Mən ümid edirəm ki, dulusu bu vazı yenidən düzəltməyə cəhd edəcək. Dibənd. 18'e baxırıq. The old lady donated all the money. Yaşlı qadın bütün pulunu donate etdi, yəni bağışladı. Hansı pulu? Which she saved for AIDS. Çoxdandır yığdığı pulunu. Save pulu yığmaq mənasına gedir. 19'a baxırıq. Judy gets the clue of the puzzles. She feels delighted. Bir düzgündür. Search excited. Judy neynədir? Puzzle'ın cavabını, clue'nu, ipucunu tapanda heyecanlandı, tapdı və delighted sevindi. 1-2. Hardly solved çətinliklə tapdı və yaxşı hiss etdi. Found gloomy də olmaz. Gloomy qəmgindir. Tapanda niyə qəmgin olsun ki? Tapan insan sevinər də. Titicaca is famous for his artificial antonimisi. Baxın, son zamanlar çox işləyirik. AI görmüş olarsınız. Artificial intelligence, suni intellect. Baxın, artificial sözünü oradan yadınızda saxlaya bilərsiniz. AI. Deməli, suninin əksini alacaq. Təbii olaraq yəqin ki, natural. Baxaq 21-ci sualımıza. Traveling by air is the safest way in the world. Hava ilə səyahət dünyada ən təhlükəsizdir. Hansı variantın yarısı bəndə? Evidence sübut, effort cəhd, tool isə alətdir. True or valid information yəqin ki, evidence olar, sübut olar. The result of an attempt, cəhdin nəticəsi effort. Türklər də effort sözünü işlədir. Something that helps you to do some work. Bu tool'dur, alətdir. ABC A bəndində. Choose a correct tense. Not else, sentence. Düzgün cümləni seçirik. Yesterday's contest. Yesterday cəmlənə bilməz. Getdi. The children's cəmlənə bilməz. 3 weeks vacation was enough for me. 3 weeks apostrof olmalıydı. Cəmlənməliydi. The cartoon is about the Simpsons. Düzgündür. The Simpsons burada soyad bildirir. The sheep's wool olmaz. Sheep cəmlənmir. Sheep təkdə qalır. Sheep'di. Fish'di. Sonra belə isimlərimiz çox idi. Təki də cəmi də eyni olan. Sonra nə var idi? Deer'di, swine'di. Bunları əzbər bilmək lazımdır. Təki, cəmi eynidir. Yəni 5 swine da eynidir, 1 swine da eynidir. Everyone follow table manners. Hamı should follow. Stol qaydalarına əməl etməlidir. Ey bəndi.
25'e baxırıq. Choose the correct pair of synonyms. Düzgün sinonimlər cərgəsini seçirik. Similar, alike, bəli. Wise, full, antonimdir. Ruin, destroy. Ruin, xarab etmək, destroy, dağıtmaq. Bəli, düzgündür. Donate, bağışlamaq, sacrifice, qurban vermək. Eyni mənalıdır. Opposite, under. Eyni mənaya gəlir. Cavabımız 1 və 3. Belə. 9-cu sinif 20 sayı imtahanının hamısı yekunlaşdı. Hamısının izahını vermişəm. Playlist olaraq da ayırmışam. Ehtiyac olarsa oradan bütün izahlara baxa bilərsiniz. Qısa videolar şəklində isə əvvəldə qeyd etdiyim kimi listingləri və düzgün cavabları qeyd etmişəm. Bəyəndisə like edib abunə olmağı unutmayın. Hələlik.